Texnodatdan hər kəs salamlar dostlar. Bu bizim iOS platforması ilə bağlı ilk paylaşımımızdır və bugün sizlərə iOS platformasında pullu oyunların necə pulsuz yüklənmə yolunu göstərəcəm və təbii ki, burada jailbreak zad tələb olunmur və hal-hazırda bizim telefonumuzda iOS 8.3 quruludur, gördüyünüz kimi və deməli belə ilk olaraq daxil oluruq Safari'yə, yəni brauzerə və buradan emu4ios.net adlı bir sayta giririk, gördüyünüz kimi və burada saytda ilk olaraq nəyə fikir veririk? İlk olaraq yuxarıda working və not working yazılarına mütləq diqqət yetirilməlidir. Çünki buna diqqət yetirmədikdə deyək ki, bu və ya digər bu proqramları yüklədiyiniz vaxt telefona quraşdırılmayacaq. Səbəb isə onların işləməməsidir və işləmədiyi halda qıraqda qırmızı xətt olur gördüyünüz kimi. İşləyən belə deyim, appslərdə isə yaşıl xətt olur. Deməli belə, bizə burada lazım olan əsas proqramımız hal-hazırda işləyir. HipStore'da əsas proqram bizə lazım olan və biz bunun köməkliyi ilə belə deyim, oyunları və proqramları, pullu oyun və proqramları HipStore'dan yükləyə biləcəyik çox rahat bir şəkildə. Gördüyünüz kimi yüklənir. Hal-hazırda proqramımız yüklənsin və davam edək. Və artıq proqramımız yükləndi və quraşdırıldı, gördüyünüz kimi. İlk olaraq yükləndikdə HipStore'a daxil oluruq və bu bizdən yenilənmək istəyir HipStore. Gözləyirik. Və daha sonra bu sözə basırıq və gözləyirik. Ekrana yenidən yüklə sözü gəlməlidir və biz o yenilənməyi yüklədikdən sonra artıq HipStore'dan rahat bir şəkildə, gördüyünüz kimi, rahat bir şəkildə istifadə edə biləcəyik və HipStore yenidən yüklənəcək. Burada mütləq gözləmək lazımdır və gözləyək yenidən davam edəcəyik dostlar. Gördüyünüz kimi yükləməmiz başlatıldı. Yəni ki, bir qədər gözlədik və yükləməmiz, yenilənməmiz başladı. Bu yükləmə tamamlansın. Artıq HipStore'a daxil olub rahat bir şəkildə oyun və proqramları yükləyə biləcəyik. Və nəhayət HipStore'umuz update olundu. Hal-hazırda telefona quraşdırıldı və daxil oldu HipStore'a. Yəni ingilis dilində qalsın deyə. Və belə olduqda, yəni belə deyim, Zagruska getdiyi vaxt heç bir yerdən istifadə edə bilmirik. Bunu gözləmək lazımdır, Zagruskası açsın. Daha sonra proqramdan rahat bir şəkildə istifadə edə bilərik. Yəni Zagruskanı gözləmək lazımdır, yoxsa heç bir vecinə də alaq istəyir bizi. Və burada da giriş də eləmək olar. İndi vaxtlara gəlişdirsiniz. Yəni vacib deyil onun giriş eləmək. Və gözləyək, şəkillər də açılacaq. Yəni lazımdırsa. Və burada axtarış edəndə də biraz uzun gözləmək lazımdır. Deyək ki, nəsə bir proqram axtarırsınızsa, onun adını yazdığınız vaxt bir qədər yəni uzun gözləmək lazımdır. Çox gözlətdirir adamı. Ona görə heç mən ona girişmək istəmirəm. Fikrim yoxdur o qədər gözləmək. Sadəcə qısaca bir oyun yüklüyünü göstərim ki, sizə yəni həqiqətən oradan yüklənir, oyun olsun, nəsə bir proqram olsun. 17 MB biraz. Görürsünüz, belə olduğu vaxt, yəni bu Zagruska bitməmiş, geri çıxa bilmirik. Yəni bunu nəzərə almaq lazımdır, ona görə gözləmək mütləqdir. Məsələn, axtarışdan olsun. Deyək ki 8-49 gözləyək. Burada hətta GTA-nı da yaza bilərsiniz. Digər yeni çıxan bütün oyunları demək olar ki, yaza bilərsiniz. Məsələn, Hitman Sniper oyunu təzə çıxıb, onu da yazıb oynaya bilərsiniz. Yəni, məsləhət görən maraqlı bir oyundur. Açılsın. İnşallah ki, çox olmaz yeri. Aha, 3 MB yaxşıdır. Sadəcə tez bir zamanda yükləmə quraşdırılmasını göstərmək istəyirəm ki, rahat bir şəkildə istifadə edə biləsiniz.
Gördüyünüz kimi burada da App Store-da olduğu kimi yükləməni göstərir. Lakin 3 MB olmasına baxmayaraq bir qədər gec yükləyir. Yox, oyunumuz yüklənsin, daha sonra quraşdırma qaydasını sizə göstərəcəm. Və dostlar, oyunumuz yükləndi. Yüklendikdən sonra ekrana belə bir yazı gəlir və burada yüklə sözünə basırıq. Əgər ekranda yüklənməsə proqramımız, gördüyünüz kimi oyunumuz yükləndi. Əgər yüklənmədiyi vaxt ekranda yəni install sözünə basıb özünüz də belə deyim, yükləyə bilərsiniz və daxil oluruq oyunumuza. Gördüyünüz kimi fokusu tutaq. Aha. Tamam. Veya izin vermədə edə bilərsiniz. Və belə artıq hamınız bilirsiniz ki, belə bir şeydir, oyundur. Yəni bu oyunu hamımız bilirik. Belə. Gördüyünüz kimi dostlar, Hip Store ümid edirəm ki, bir çoxlarınızın işinə yarayar və emu4ios.net saytına daxil olub, oradan Hip Store-da yükləyə bilərsiniz və digər maraqlandıran bir belə deyim, proqramlar varsa onu da həmçinin oradan yükləyə bilərsiniz. Amma Hip Store-da artıq hər şey var, yəni ki, başqa bir artıq bir şeyə ehtiyac olduğunu düşünmürəm. Belə dostlar, göstərmək istədiklərim bu qədər. İzlədiyiniz videoları dostlarınızla paylaşmağı unutmayın. Kanalımıza abunə olun və bizi səhifəmizdən də izləməyə davam edin. Sağ olun dostlar.